Bir daha her vaxtınız xeyir. Artıq birinci dərsimizə başlayırıq. Birinci dərsimizdə bazı hərəkətlərdən olan kütləmə hərəkətini öyrənəcəyik. İnşallah çalışacağım sizə tam məlumat verin bu hərəkət barədə. Amma hərəkəti başa salmağa keçməmişdən əvvəl bir-iki çox önəmli olan məlumatları sizə vermək istəyirəm. Rəqs zamanı bədən necə olmalı, yəni qamətinizi necə saxlamalı, əllərinizi necə saxlamalı, ayaqlarınızı necə işlətməli, yəni bunlar barədə. Hər şey çox sadədir, yəni ki, sadəcə olaraq bədənimizi düz saxlayırıq, yəni heç yana doğru əyilmirik, önə geriyə və yaxud da yana, heç yanda çökmürük aşağı, özümüzü boş saxlamalıyıq. Yəni gərginlik də olmamalıdır, rəqs boyu, yəni heç bir gərginlik olmamalıdır. Əzələlərdə, yəni ki, sadəcə olaraq onurğa sütunumuzu dartırıq yuxarı, yəni bu qədər. Çənəmizi yuxarı çox qaldırmırıq, aşağıda salmırıq. Baxış düz önə və göz səviyyəsində. Əllər düz xətt olmalıdır, yəni bu qədər. Əllər nə önə, nə geriyə, nə yuxarı, nə aşağı əyilmir. Düz düz saxlayırıq. Biləklərdə də 90 dərəcəlik bucaq. Ayaqlar. Məsələn, rəqsi eləyəndə, hərəkəti eləyəndə hansısa bir ayaq açıq olur, məsələn, o biri ayaq dayaq ayağı olur. Yəni, bu anlayış da vacibdir, yəni bunu yadda saxlayın. Dayaq ayağı var və işlək ayaq var. Dayaq ayaq, hansının ki, üzərində bütün ağırlığımız durur və hərəkət ərzində o biri ayağımız hərəkəti işləyir. Yəni, bu qədər. Bir də ki, çökmək olmaz. Dayaq ayağının üzərində çökmək olmaz. Nəyə görə? Çünki bu həm çətin yorur sizi, həm də ki, çox səlqəsiz görsənir. Belə, keçək ütüləməyə. Ütüləmə çox sadə bir hərəkətdir. Yəni, hərəkət kimi mövcuddur və başqa bir hərəkətlərin daxilində də var ütüləmə. Yəni, düz dururuq, düz vəziyyətdə. Yandan göstərim ki, tam aydın olsun. Və başlanğıc vəziyyəti sağ ayağımızı açırıq önə. Bu qədər. Amma ayağın üzərində getmirik. Bəli, dediyim kimi, dayaq ayağının üzərində bütün ağırlığımız olur. Sağ açıq olan ayaq, yəni işlə ayaq. Tam boşdur, üzərində heç bir ağırlıq yoxdur. Ütüləmə hərəkəti ya pəncəyə açırıq ayağımızı, ya da dabanı açırıq. Hər iki variantı mövcuddur. Və 3 dənə ayaq dəyişməsi edirik. Eləyirik. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Bu qədər sadədir. Amma nəyə diqqətlə fikir verməlisiniz? Hərəkəti eləyən zaman bədən oxlanıb düşməməlidir. Bu çox səlqəsiz görsənir. Həm də ki, əllər də, bədən oxlanıb düşdükdə əllər də yerlənir. Ki, bu baxımsız bir şey olur. Və bu, yəni ki, sabitliyi, bədəni sabit saxlamaq üçün nə edirik? Diqqətlə fikir verin pəncələrə. Başlanğıc vəziyyətində həm işlək, həm dayaq ayağının dabanı yerə toxunur. Və 3 ayaq dəyişməsindən birinci, ikincisini eləyəndə tam rahat edirik. Yəni, tam rahat nədir? 1, 2, 3-də dabanlar yerə toxunur. Yəni, birinci, ikinci ayaq dəyişməsi ərzində daban nə işlək ayağın, nə də dayaq ayağın dabanı yerə toxunur. Yer səviyyəsində biraz yuxarıda saxlayırıq ki, o sürtünmə olmasın ki, o sürtünmə olanda bədənimiz başlayır tərpənməyə. Diqqətlə fikir verin, eləyirik. 1, 2, 3 və 3-də axırda, yəni hərəkət bitdikdə hər iki dabanı sərgəli yerə toxundururuq ki, bax bu, yəni yerlənmə olmasın. Zərbədən bədən yerlənməyə başlayır. Bu qədər. İndi hərəkəti tam vəziyyətdə göstərirəm sizə. Əllərinizi açırıq yana. Başlanğıc vəziyyətini alırıq, sağ ayağımızı açırıq önə və hərəkəti eləməyə başlayırıq. 1, 2, 3. Ayaqlarda fikir verdiyimiz kimi düz önə işləyir. Yəni, yanlara beləmsinə atmayın. Bir də başdan göstərirəm. Başlanğıc vəziyyətini aldıq və 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. İndi yandan göstərirəm. Yandan da baxın ayaqların necə işləməsinə. 3, 4. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Və yaxud da ikinci variant, yəni dabanın yerinə pəncəmizi yerə toxundururuq.
vururuq. Eləyirik. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Şimdi isə musiqi ilə götürək. 3, 4, 1, 2, 3, 1, 2, 3. Şimdi ise yanlar 3, 4, 1, 2, 3, 1, 2, 3, İndi isə hərəkəti biraz sürətli eləyəcəm, yəni tam musiqi ilə. Nəyə görə? Çünki bu hərəkətin baxımlılığı, yəni onun sürətli və sərgəli ifadə edilməsindədir. Başlayaq musiqi ilə. Üç, dörd. Şimdi yanan ikinci varyantı göstererek pencereyle olan varyantı. Başlangıçta vaziyetini alıyor. 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Ve bir tane de küçük bir gösteriş vermek istedim, yani mesela bu hareket zamanı öne geriye veyahut da yana sağa sola geçende yerlenmeliyle de ilerlenir. Bu qədər hərəkət siz gördüyünüz kimi çox sadədir. İnşallah növbəti dərslərdə növbəti hərəkətləri başa salacağım sizə. Bu dərslik bu qədər.